Buongiorno a tutti. Növbəti vlogdan hər birinizi salamlayıram. Allora, getdik. Bu qaldığım yerin terasıdır. Səhər tezdən oyanıb bura gəlib günəşi salamlayırdım. Salam aleykum. Aleykum. Burada tapşırıqlarımı edib, daha sonra səhər yeməyinə düşürdüm. Kornettomu yeyib, kofemi içib yola düşürəm. Bir nüansı da qeyd edim, çox vaxt kruasan desələr də İtaliyada bu kornetto adlanır. Dərslər maraqlı keçdiyi üçün və fikrim fokusum dərslərdə olduğu üçün çox da dərs prosesindən video çəkə bilməmişdim. İndi qısaca Romadakı nəqliyyat sistemindən bəhs edim. Müxtəlif bilet çeşidləri var. Tək gedişli, 24, 48, 72 saatlıq, həftəlik, aylıq biletlər. Tək gedişlik biletləri alanda 100 dəqiqə ərzində qüvvədə olurdu. Bir dəfə metroda olmaqla bir neçə dəfə digər nəqliyyat vasitələrində istifadə edilirdi. 24, 48, 72 saatlıq biletlərin də qiyməti makinistdə də əks olunub. Mən isə asan və sürətli olduğu üçün çox vaxt telefonla ödəmə edirdim. Kontaktlis ödəmə fürsəti də var. İsti havadan qurtulmağın, xilas olmağın qısa müddətli həll yolu kimi marketlərə sığınırdım. Sizlər üçün də maraqlı ola biləcəyini düşünüb, ən çox xoşladığım marketlərdən biri olan Naturazi. Oradan çəkiliş etdim. Bura isə Alman dramaturqu Goethe'nin ev muzeyidir. Onun İtaliya ilə maraqlı əlaqəsi olub. Belə ki, o İtaliyanı ikinci vətəni adlandırırdı. İtalyan incəsənəti ona ilham mənbəyi olmuşdu. O hətta İtaliyaya səyahət edəndə adını dəyişib Jean Philippe Müller edib ki, heç kim onu tanıyıb narahat etməsin. Bu Romada xoşuma gələn mağazalardan biridir. Videoda görünənlərin hamısı müxtəlif çeşidli sabunlardır. Çox şirin görünürlər. İtaliyada olarkən xoşuma gələn nüanslardan biri də o idi ki, İtalyanca danışanda mənə münasibətləri dərhal dəyişirdi. Daha çox diqqət ayırır, ön plana çəkirdilər. Bu çox vaxt mənə restoran, muzey növbəsi gözləyən zaman kömək edirdi.
Əslində İtalyanlarla bizim millətin çox oxşar cəhətləri var. Xüsusilə qonaqpərvərlik, istiqamlı olma, insanlarla tez ünsiyyət qurma. Sanki yad ölkədə yox, özümüzə yaxın bir mədəniyyətin içində idim. İtaliyada bir neçə dəfə olsam da, hər dəfə bura daha çox bağlanıram və bura qarşı daha çox sevgim artır. Arzusunda olan hər kəsə buranı gəlib görmək, gəzmək qismət olsun. Bugünlük bu qədər. Vlogu bəyəndinizsə like etməyi, rəy bildirməyi və kanala abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşərik. Adopo!